Hətta Muaviyə ibn Həkəm radiyallahu anhu biri namazda asqırır, deyir, əlhəmdülillah. Sahabə Muaviyə ibn Həkəm radiyallahu anhu qayıdır, deyir, yarhamkallah. Yəni, namazda danışır. Namazda da bir iki danışmaq olmaz. Namaz səninlə Allah arasında olan bir diyaloqdur, bağlılıqdır. Üçüncü adamın burada danışması düzgün deyil, namazı batil edir. Bu da bilmədən danışır. Yanındakına yarhamkallah deyir. Sahabələr namazda dəhşətə gəlirlər ki, bu namazda danışdı. Və hamı fikrini buna cəm eləyir. Bu da hiss eləyir ki, baxışlar bunun üzərindədir. Diqqətlər bunun üzərindədir. Bu da bunu hiss eləyəndən sonra namazdan çıxır. Deyir, nə olub? Sizə hamımız elə qınamış kimi baxsınız da. Namaz qutarandan sonra sahabələr qalxır. Peyğəmbər s.ə.v oturur hamında ki, sakit olun, oturun yerimizə. Yəni, sahabələrin burada qəsdi nə idi? Həmin insan namazda danışmasın. Nəticə nədir? Nəticə odur ki, namazda danışmaq olmaz. Sahabələr bu bədəviyə onu çatdırmaq istəyirdilər ki, bu sahabiyə onu çatdırmaq istəyirdilər ki, nəticə namazda danışmaq olmaz. Bir kəlmə. Peyğəmbər sallallahu aleyhi ve sellem onu çağırır. Çağırır və ona başa salır. Başa salır ki, bu namaz Allahla sənin aranda olan bağlılıqdır, diyaloqdur. Burada üçüncü adam danışa bilməz və gözəl sözlərlə qəlbini ala-ala. Həmin adam görün nə deyir? Deyir, vallahi mən ondan nə əvvəl, Muhammed sallallahu aleyhi ve sellem, nə əvvəl, nə də sonra gözəl müəllim görməmişdim. Deyir, nə əvvəl, nə də sonra. Heç vaxt görmədim, ondan gözəl müəllim görmədim. Sonra gör nə deyir. İndi onu deyəcəm, ondan qabaq. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem nəticə nə idi? Namazda danışmaq olmaz. Sahabələrin deyəndə, nəsiyyət eləyəndə nəticə nə idi? Namazda danışmaq olmaz. Yəni, ikisi də nəticə baxımından eyni şeyi deyiblər. Üslub fərqli olub. Peyğəmbər sallallahu aleyhi və səlləm də həmin o xətakara deyirdi, namazda danışmaq olmaz. Sahabələr də deyirdi, namazda danışmaq olmaz. Eyni nəticədir. Sadəcə olaraq üslub fərqlidir. Gör, sahabə qayıdır nə deyir? Deyir, Allahım, məni bağışla, Muhammədi bağışla, bunların heç birini bağışlama. Hansı ki, onlar da həmin şeyi deyib, Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi şeyi deyib. Namazda danışmaq olmaz. Sadəcə olaraq üslub fərqli idi. Görürsünüz, qəbul eləyir kimdən? Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Amma sahabələr ona sərtlik göstərdiyinə görə, hikmətli olmadıqlarına görə qəbul eləmir.